Etiraf edirəm ki, MasterChef Türkiyəni izlədikdən sonra Türkiyə mətbəxinə böyük marağım yarandı və orada hər gün izlədiyim yeməkləri hazırlamağa başladım. Bu gün də Şanlıurfa yaxud da Antep yörəsinə aid lahmacun hazırlamışam. Özümü artıq peşəkar hiss edirəm demək olar ki, çünki restoranda bişirilənlərdən qat-qat dadlı və gözəl alınır. İndi isə keçirik lahmacunun hazırlanma qaydasına. Un, duz və sudan xəmir hazırlayıb kündələr düzəldirəm. Ət, pomidor, bibər, cəfəri və soğanı da ət çəkəndən keçirdib, üzərinə duz, sarımsaq və şirin bibər tozu, 2 dolu xörək qaşığı tomat pastası vurub qarışdırıram. Tavada bişirəcəyim üçün də tavanın ölçüsünə uyğun xəmiri yayıram. Əti üzərinə əlavə edirəm və bərabər şəkildə əti yayıram. Qızğın tavaya əlavə edib ağzının qapağını örtürəm. Altı qızarandan sonra da tərs çevirib üzərini də qızardıram. Bişdikdən sonra da servis edə bilərsiniz. Nuş olsun.